Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Paytaxtın Nəsimi, Nizami, Səbail və digər rayonlarında silsiləli dələduzluq hadisələri qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumata görə naməlum şəxs özünə ayrı-ayrı dövlət qurumlarının əməkdaşları kimi təqdim edərək vətəndaşlarının evlərinə daxil olub və mənzillərdə quraşdırılan sayğaclarda problem olması bəhanəsi ilə onları aldadaraq pul vəsaitlərini ələ keçirib. Nəsimi rayonu polis idarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dələduzluq etməkdə şübhəli bilinən 34 yaşlı Rəfail Əsgərov saxlanılıb. Onun qanuna zidd əməlləri təhlükəsizlik kameraları vasitəsilə də an-an lentə alınıb. Faktla bağlı araşdırma aparılır. Rəfail Əsgərovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.